15. hadis ve an Ebi Vakid Leyti radıyallahu anhu kâlen nebiyyü sallallahu aleyhi ve sellem ma kut'a minel behîmeti ve hiye hayyetun fehuve meyyit. Akhracehu Ebu Davud ve Tirmizi ve hasseneh ve lafzu leh. Ebu Vakid Leyti radıyallahu anhu rivayet edir ki Peygamber sallallahu aleyhi ve sellem belə buyurmuştur. Heyvan diriyken ondan kesilen bir parça leştir. Ebu Davud ve Tirmizi hadisi rivayet edib. Tirmizi rahimehullah hədisin həsən olduğunu qeyd etmişdir. Şərhdə qeyd olunur ki, əgər heyvanın diri ikən qoparılan həmin hissəsi, yəni nəcis sayılırsa, murdar sayılırsa, onda bu həmin hissə suya düşüb, suyun rəngini və ya dadını və ya qoxusunu dəyişdiribsə, o su murdar su, nəcis su sayılır. Yəni o suna təmizlənmək olmaz. Dəstəmaz qüsul alınmır. Və buna əsasən, əgər bir heyvan öldükdə nəcis sayılırsa, o diri ikən ondan qoparılan hissə də nəcisdir. Misal olaraq qoyun. Yəni diri qoyundan bir parça ət kəsilirsə, o artıq ölü heyvan əti hökmündədir. Yəni həm nəcisdir, həm də haramdır. Və həmçinin əgər heyvanın ölüsü, birinci məsələ qeyd elədik ki, əgər bir heyvan öldükdə nəcis sayılırsa, o diri ikən ondan qoparılan hissə nəcisdir. 1. 2. Əgər heyvanın ölüsü halal və təmizdirsə, ondan diri ikən qoparılan hissə də təmizdir. Misal üçün balıq. Balıqdan diri ikən kəsilən hissə təmizdir və halaldır. Çünki balığın ölüsü təmizdir. Və həmçinin çəyirtkə. 3. Əgər bir canlının ölüsü həm pakdırsa, həm də yeyilməsi halal deyilsə, məsələn, insan kimi. Çünki insanın ölüsü təmiz, lakin yeyilməsi haramdır. Ondan diri ikən qoparılan hissə də təmiz sayılır. Yəni buna misal deyə bilər ki, insan işlədiyi zaman, alətlə işlədiyi zaman barmağını kəsdi, barmağı kəsildi. Həmin hissə, kəsilmiş hissə, barmağın kəsilmiş hissəsi təmiz sayılır. Sonra isə əgər bir insan acından ölmək həddinə çatarsa və ancaq ölmüş insanın ətini yeməklə xilas ola bilərsə, bunun hökmü nədir? Bir qrup alimlərə görə diri insanın sağ qalması üçün ölmüş insan ətindən yeməsi icazəlidir. Dəlilləri budur ki, diri olanın hörməti ölü olanın hörmətindən toxunulmazlığından daha üstündür. Digər qrup alimlərə görə isə yemək olmaz, icazəli deyil. Dəlil olaraq Peyğəmbərin sallallahu əleyhi və səlləm bu sözünü gətirirlər ki, ölünün sümüyünü sındırmaq dirinin sümüyünü sındırmaq kimidir. Yaxşı. Qeyd etdiyimiz hədisin ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurması ki, heyvandan qoparılan hissə nəcisdir, murdardır. Yəni diri heyvandan qoparılan hissə nəcisdir və ya murdardır. Səbəb barəsində alimlər qeyd edirlər ki, varid olma səbəbi barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinəyə gəldikdə insanların diri dəvələrin hürgüclərini və diri qoyunların quyruqlarını kəsib onlardan piy hazırladıqlarını, yağ hazırladıqlarını görür və bunun üzərindən Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisi buyurur. Yəni diri heyvandan qoparılan hissənin nəcis olduğunu bildirir. Hədisdən çıxan faydalardan bir, əgər insanların şəriətə zidd bir əməl etdikləri məlum olarsa, alim mütləq həmin məsələnin şəri hökmünü bəyan eləməlidir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm insanların diri dəvələrin hürgüclərini və qoyunların quyruqlarını kəsdiklərini gördükdə bunu dərhal bəyan elədi. İkinci fayda, heyvan diri ikən ondan kəsilən hər bir hissə onun ölüsü kimidir. Yəni o nəcisdir. Yaxşı, burada belə bir sual yaranır ki, heyvandan hər hansı bir şeyi kəsmək ümumiyyətlə icazəlidirmi? Hər hansı bir hissəni kəsmək icazəlidirmi? Cavab,
Əgər bu əməl əyləncə və sadəcə ağrı vermək və intiqam almaq məqsədi ilə edilirsə, bu haramdır, icazəli deyil. Misal olaraq tutaq ki, bir adamın keçisi var və keçi öz yəni səsi ilə sahibini narahat edir. Sahibi bundan qəzəblənərək deyir ki, həmin keçinin dilini kəsəcəyəm. Artıq burada bunu etmək haramdır, icazəli deyil. Çünki sahibinin etdiyi bu hərəkət intiqam hissi ilə edilən hərəkətdir. Və həmçində eyni şəkildə heyvana boş yerə əziyyət vermək də olmaz. Lakin bu əməl heyvanın öz xeyrinə və ya sahibinin xeyri üçündürsə, bunu etmək yəni icazəlidir. Lakin bu zaman ağrını minimuma endirəcək ən qısa və asan yollara müraciət edilməsi vacibdir. Heyvanın hər hansı bir hissəsinin kəsilməsinə misal olaraq axtalamağı qeyd edə bilərik. Həqiqətən də bu həm heyvanın öz xeyrinə, yaxşılaşmasına, həm də sahibinin mənafeyinə xidmət eləyir. Çünki erkək heyvan axtalandıqda onun əti daha ləzzətli və xoş olur və kök olur heyvan. Artıq həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm 2 ədəd axtalanmış qoç qurbanı kəsmişdi. Yəni onlar axtalanmış qoçlar idi. Bu əməl heyvanın öz xeyrinə olduğu kimi, həmçində nəticə etibarıyla sahibinin də xeyrinə uyğundur. Lakin bu zaman heyvanın ağrı çəkməməsi üçün ağrını aradan qaldıran ən qısa yollardan istifadə etmək vacibdir. Yaxşı, biri soruşa bilər ki, əgər yəni heyvanın öz xeyri üçün ona ağrı verməyin icazəli olmasına dəliliniz nədir? Yəni biz qeyd edirik ki, misal üçün axtalamaq icazəlidir, hansı ki sən bunu eləyəndə heyvan yenə də ağrı hissini hiss eləyir, ağrı çəkir. Lakin bunu etməkdə həm heyvan özü üçün, həm də sahibi üçün faydası var. Alimlər qeyd edirlər ki, buna dəlilimiz dağlamaqdır. Belə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sədəqəlik dəvələri dağlayardı. Və dağlamaq da heyvanı odla yandırmaqdır və ona ağrı verir. Lakin bu sahibinin mənafi üçündür. Yəni itib batmaması üçün ona qoyduğu bir nişandır. Və heyvanlara belə müdaxilələrin icazəli, bu hərəkət belə müdaxilələrin heyvanlara icazəli olmasını bildirir. Və həmçinin başqa birisi sual verə bilər ki, nişan qoymaq üçün qulaqların kəsilməsi cahiliyyət dövrü insanlarının elədiyi əməllərdir. Ona bənzəyir. Cavab olaraq İbn Hüseyn rahimehullah buyurur ki, görünüş olaraq, surət olaraq bənzəyə bilər. Lakin cahiliyyə insanları onların bunu etməkdə məqsədi səbəb haram şeyidir. Çünki onlarda belə bir qaydalar var idi ki, məsələn, qoyun və ya dəvə müəyyən yaşa çatdıqda onu minmək və ya sağmaq haram olurdu. Və onu sərbəst buraxmalı və nişan olaraq qulaqlarından bir hissə kəsilməli idi. Yəni, onlar bunu həmin heyvanı haram saymaq, istifadəsini qadağan etmək üçün edirdilər. Lakin müasir dövrdə heyvanın qulağını kəsib nişan qoyanlar onu haram etmək istəmirlər. Əksinə bununla heyvanın qiymətini artırmaq və ondan daha yaxşı mənfəət götürmək məqsədi ilə bunu edirlər. Üçüncü fayda, Peyğəmbərin sallallahu əleyhi və səlləm dini təbliğ etməyə və insanları hidayətə çatdırmağa olan hərisliyi, böyük istəyi. Çünki o, insanların səhv əməl etdiklərini bildiyi andan etibarən dərhal bunu bəyan etməyə çalışırdı. Təsəvvür edin ki, o rəhmət Peyğəmbəri idi. Yəni, bugün səhərdən axşama qədər heyvan haqları, heyvan hüquqları danışanlar heç olmasa bir İslam dinimizə baxsınlar. Görsünlər dinimiz heyvanlara necə hörmət qoyub, necə hörmət bəsləyib. Əsl elə heyvan haqlarının qorunması elə İslamdadır. Peyğəmbər sallallahu əleyhi və səlləm görür ki, heyvanlar əziyyət verirlər, dəvələrin hürgüclərini kəsirlər, qoyunların quyruğunu kəsirlər. Allah Rasulü sallallahu əleyhi və səlləm onları bu əməllərindən çəkindirir. Ona görə
Yəni elə heyvanlara, həm insanlara elə birinci dərəcədə, birinci növbədə dəyər verən, qiymət verən İslam dinidir. Başqa heç bir dinlərdə, başqa heç bir cəmiyyətlərdə belə bir şey tapmaq olmaz. Yalnız İslami cəmiyyətlərdə, müsəlman toplumların içərisində İslamda bunu görə bilərik. Elhamdülillah, bu bizim dinimizdir. Rəhmət dinidir, gözəl bir dindir və insanlara və həmçinin heyvanlara qarşı həmişə şəfqətli olmağı buyurub. Dördüncü fayda isə bəzi alimlər bu qaydadan istisna etdikləri hallar var. Hansı qaydadan? Ki, heyvan diri ikən ondan qoparılan hissə nəcisdir. Hansı heyvanları misal olaraq dedik bunu? O heyvan ki, onun ölüsü nəcisdirsə, diri ikən ondan qoparılan hissə də nəcisdir, murdar. Lakin burada istisna olan müşk və onun kisəsidir. Deməli, alimlər qeyd edirlər ki, müşk maralı adlanan məşhur bir maral növü vardır ki, müşk onun qanından hasil olur. Ona görə də burada müşkü istisna ediblər. Hansı ki, o qarın hissəsinə və yaxud da qoltuq altı hissədən o müşk götürülür və müşk də qiymətli, dəyərli ətir növlərindən biridir və müşkün istifadəsi də Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərindən gəlib ki, qadın heyzindən təmizləndikdə qan olan hissələri, yəni pambığı müşkə batırsın və həmin hissələri təmizləsin. Uca Allah Subhanahu wa Taala bizə eşidib yaxşı tabi olanlardan eləsin. Allah bizi onun dinində fəqih olan şəxslərdən eləsin. Subhanakallahumma hamdika əşhadu an la ilahe illa ent, estağfiruke və etûbü ileyk.